اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد صلى الله عليه وسلم وآله طيبين الطاهرين. صدق الله العلي العظيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugünkü mövzumuzda da xanım Fatimə Zəhranın sallallahu aleyhanın xütbələri haqqında danışacağım. Ey Fatimə sevər gözəl insan, xanım Zəhranın sallallahu aleyhanın tarixi xütbəsini oxumağa tənbəllik etmə və biganəlik göstərmə. Fatiməni sallallahu aleyhanı sevən şəxs bu xütbəyə laqeyd yanaşmaz inşallah. Həmçinin sizə xanım Fatimə Zəhranın sallallahu aleyhanın duasını bildirim. Yəni öz yaşadığı dövrdə bizə bu duanı edib, buyurur ki, İlahi, ey Mövlam, səni seçdiyim peyğəmbərlərin haqqına və mənim ayrılığımda ağlayan Həsən və Hüseynimə and verirəm. Səndən mənim şiələrim və şiələrimin övladlarının günahlarının bağışlanmasını istəyirəm. İlahi, amin, ya Rabbil aləmin. Bir rəvayətdə Allah Rəsulunun sallallahu aleyhi və səlləmin vəfatından 75 gün sonra, yəni Cəmadi-əl əvvəlin ayının 13-ü, digər bir rəvayətdə isə 95 gün sonra Cəmadi-əs-saninin ayının 3-ü, əziz və sevimli qızı xanım Fatimə Zəhra şəhid olmuşdur. Bu münasibətlə 12-ci imamımız İmam Mehdi Sahib Əz-Zaman Əcəlallahu Fərəcə ağamızı və bütün Fatimə şiələrinə başsağlığı ərz edirəm. Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurur, Allah Fatimənin qəzəbi ilə qəzəblənir və onun razılığı ilə razı qalır. Onu sevindirən şəxs məni sevindirmiş, onu incidən şəxs məni incinmişdir. Tarixi qəhrəmanlıq xanım Fatimənin sallallahu aleyhanın tarix xütbəsi. Allah Rəsulunun sallallahu aleyhi və səlləmin vəfatından sonra bütün İslam aləmini dəhşətli bir tufan öz cənginə aldı. Bu, Peyğəmbərdən sonraki xilafətin qəsb olma məsələsi idi. Yəni xanım Zəhra sallallahu aleyha bu məsələ ilə bağlı əzəmətli bir xütbə söylədi. Xanımın sallallahu aleyhanın bu xütbəsi Peyğəmbər sallallahu aleyhi və səlləmin xilafətini və İslam hakimiyyətini onun mehvərindən müəyyən qədər uzaqlaşdıran və bununla da 23 illik əziyyəti puç edən şəxslərə qarşı sarsıdıcı bir cavab zərbəsi idi. Xanım Zəhranın sallallahu aleyhanın bu xütbəsi Əhl-i Beytin tarixi xütbələrindəndir. Hətta nəql olunanlara görə bir çox şiələr öz övladlarına bu xütbəni əzbərləməyi tövsiyə edilmişlər ki, zaman keçdikcə unutqanlıq toru onun üzərini örtməsin və qərəzli düşmənlər tərəfindən şübhə altına alınmasın. Yaxşı olardı ki, indiki cavan nəsil də bu xütbəni yaxşı-yaxşı öyrənib, gələcək nəsillərə də öyrətsin inşallah. Xanım Zəhranın sallallahu aleyhanın birinci xütbəsi 7 hissədən ibarətdir. Birinci hissəsində Allah Təalanın vahidliyi, sifətləri və varlıq aləminin hədəfləri haqqında bəhs olunur. Anamız xanım Fatimə Zəhra buyurur ki, verdiyi nemətlərə görə Allaha həmd-səna, uğruna görə şükür və lütf etdiyi bəxşlərinə səna edirəm. O nemətlər ki, ibtidadan bizə əta edib, saysız-hesabsız bəxşlər hesab qılıb, ardıcıl olaraq bizi öz lütflərinə qonaq edib. Nemətlərini sayıb başa çatdırmaq mümkün deyil. Bu nemətlər zamanın əngəlliklərinə yayıldığından şükrünü yerinə yetirmək imkan xaricindəndir. Nemətlərin dəryasının üfüqu insanların şükrünü, nemətlərin dəryasının üfüqu insanların idrakından kənardır. Onun sonuna çata bilməzlər. Allahın bəndələrinə olan bəxşləri və nemətləri davamlı olduğundan onları özünün şükrünü yerinə yetirməyə dəvət etmişdir. Məxluqat bu şükrü tamamlasınlar deyə onları özünə sitayiş etməyə dəvət etdi. Bu nemətləri ardıcıl əldə etmək üçün təşviq etdi. Yəni şükür edin ki, nemətləri artırım deyə buyurdu Allah. Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. Həmtayi, şəriki, oxşarı da yoxdur. Bu elə bir sözdür ki, onun ruhu ixlasdır, səmimiyyətdir. Aşiqlərin qəlbləri onun gürovudur və şəhadətin şüaları təfəkkürlərinə nur saçmışdır. O Allah ki, zahirinin gözlə görünməsi, vəsiflərinin dillə bəyan edilməsi, müqəddəs zatının ağıl və düşüncə ilə dərk edilməsi mümkün deyil. Kənddəkiləri yaratdı. Bir halda ki, yaratdıqlarından əvvəl heç nə yox idi.
Yaratdıqlarını hansısa bir nümunəyə baxıb köçürdərək yaratmadı, çünki heç bir nümunə də yox idi. Onları qüdrəti ilə biçimlədi, iradəsi ilə yaratdı. Amma onları yaratmağa ehtiyacı yox idi və ya onları xəlq etməsində pak zatına bir fayda yetişməyəcəkdi. Yaradılışdan məqsədi yalnız bu yolla öz hikmətini aşkar etmək və insanları itaətinə dəvət etməkdir. Sonsuz qüdrətini bu yolla nişan vermək, yaradılmışları öz bəndəlik yoluna dəvət etmək, peyğəmbərlərin dəvətini, maddi və mənəvi hikmət qanunlarını həmahəngiliyi ilə qüvvətləndirməkdir. Sonra itaəti üçün mükafatlar, günahları üçün cəzalar müəyyənləşdirdi ki, bəndələrini bu yolla özünün qəzəb, intiqam və əzabından uzaq tutub, behiş bağlarına və rəhmət saraylarına tərəf yönəltsin. Bu, anamız xanım Fatimə Zəhranın sələmullah əleyhanın birinci xütbəsinin, birinci hissəsinin sonudur. İnşallah ikinci hissəsində isə Peyğəmbərin sallallahu aleyhi və səlləmin uca məqamı, xüsusiyyət və hədəfləri haqqında bəhs edəcək. Anamız buyurur ki, şəhadət verirəm ki, ata Muhammed sallallahu aleyhi və səlləm onun bəndəsi və elçisidir. Yəni Allahın bəndəsi və elçisidir. Ona Peyğəmbər kimi göndərməzdən əvvəl bəndə kimi seçdi. Yaratmazdan əvvəl onu bu məqama namizəd etdi. Peyğəmbərliyə çatmazdan əvvəl layiq bilib seçdi. Bütün bunlar o zaman baş verdi ki, bəndələr qeyb aləmindən gizlində idilər. Yoxluğun qorxunc pərdələrindən arxasında saxlanmış və mütləq, yoxluq ən son sərhədinə, varlığa keçid nöqtəsində gözləyirdilər. Bu Peyğəmbərin seçilməsi ona xatir idi ki, Allah Teala gələcəkdən xəbərdardır. Kainatın hadisələri onun elm və hikmətinin əhatəsində idi, müqəddəratı çox yaxşı bilir. Allah Teala özünün fərmanını tamamlamaq, hikmətini icra etmək və qərarlaşdırdıqlarını icra etdirmək məqsədi ilə onun peyğəmbərliyini rəsmləşdirdi. Peyğəmbərliyə seçiləndə ümmətlərin müxtəlif əqidə və inanclarına sahib olduqlarını gördü. Bir dəstəsi odun atəşin başına fırlanır, digərləri bütlərin qarşısında baş əyirdilər. Öz ürəkləri ilə Allahı tanımaqlarına baxmayaraq onu inkar edirdilər. Nəzubillah, əstəğfirullah. Allah Muhammedin sallallahu aleyhi və səlləmin nuru ilə zülmət qaranlıqlarını yardı. Qaranlıq pərdələri ürəklərdən uzaqlaşdırdı. O, insanların doğru yola yönəlməsi üçün qollarını çırmaladı, onları azğınlıqdan xilas etdi, gözlərini açdı. İnsanları İslamın sarsılmaz ayninə, qanunlarına çağırıb, onları doğru yola dəvət etdi. Daha sonra Allah Teala son dərəcə məhəbbət, özünün seçimi və rəğbəti ilə onun ruhunu aldı və nəticədə bu dünyanın əzəb əziyyətindən xilas oldu. İndi də mələklərin arasında bağışlayan Pərverdigarın razılığının əhatəsindəykən onun yaxınlıq şərəfinə nail olmuşdur. Vəhyin etibarlı daşıyıcısı, bəndələr içərisində seçilmiş atan Peyğəmbərə sallallahu aleyhi və səlləmə Allahın salamı, rəhməti və bərəkətləri şamil olsun inşallah. Bu, xanım Fatimə Zəhranın sələmullah aleyhanın birinci xütbəsinin ikinci hissəsinin sonuydu. İnşallah görək üçüncü hissəsində nə buyurur? Burada Quranın əhəmiyyəti, şəriət hökmlərinin sirləri və fəlsəfəsi haqqında bəhs olunacaq. Sonra Həzrət Zəhra sələmullah aleyha üzünü məclis əhlinə tutaraq mühacir və ənsarın vəzifələrini saydı. Siz ey Allahın bəndələri, ilahinin əmr və qadağalarının birbaşa məhsulusunuz. Onun vəh və dininin daşıyıcılarsınız. Siz özünüz üçün Allahın gözətçisisiniz və başqa ümmətlərə isə Allah dininin təbliğatçılarısınız. Sizin aranızda rəhbərliyə layiq olan şəxs var. O bir şəxsdir ki, keçmişdə siz ona itaət etmək üçün əhd-peyman bağlamısınız. Biz Allahın yadigarlarıyıq ki, bizi sizin üçün öz nümayəndələri qərar vermişdir. Bizimlə birlikdə ilahinin natiq kitabı, sadiq Qur'anı, parlayan nuru vardır ki, onun dəlilləri aydın, ayələrinin sirri aşkardır. Bizimlə bir dəlil və sübut vardır ki, onun zahiri aşkar və ona qulaq asmaq insanlar üçün əbədidir, yəni yorucu deyildir. Onun davamçılarına başqaları həmişə həsəd apararlar. Ona arxasınca getmək bəşəriyyəti Allahın behiştinə doğru rəhbərlik edir. Ona qulaq asmaq insanı zəlalətdən xilas edir. Quranda ilahinin nurlu dəlillərini, bəyanı nəsihətləri, bəyan olunmuş vacibləri və qadağan olunmuş haramları vardır.
Onda kifayət qədər hökmlər, aydın dəlillər və şəfa bağışlayan kəlmələr vardır. Həmçinin müstəhəb fəzilətlər, caiz işlər, yəni icazə verilmiş işlər, əfv olunmuş əməllər və vacib olunmuş qanunlar vardır. Allah Təala imanı sizin şirkdən, yəni Allaha şərik qoşmaqdan pak olmağınız üçün, namazı sizin təkəbbür çirkabından uzaq olmağınız üçün, zəkatı ruhunuzu pak və təmiz, ruzinin artıb bol olması üçün, orucu ixlasınızın möhkəm və sabit olması üçün, həcc dinin möhkəm olması üçün, qəzabəti, yəni ədaləti qəlblərin qüvvətlənməsi üçün, bizdən itaat etmək cəmiyyətin asayişi və nizamı, intizamı üçün, bizim rəhbərliyimizi sizin parçalanma və ixtilafdan əmin amanda qalmağınız üçün qərar vermişdir. Həmçinin, cihadı İslamın izzət və şöfqəti üçün, səbir və dözümü haqqı olanlara kömək etməyi üçün, əmr və mərufu, yəni yaxşı işə əmr etməyi bütün cəmiyyətin sağlam qalması və məsləhəti üçün, valideynə yaxşılıq etməyi Allahın qəzəbindən uzaq olmağı üçün qərar vermişdir. Qonumları axtarmağı ömrün uzanması üçün, qisası cəmaatın qanunu qoruması üçün, nəzrə vəfa etməyi, bağışlanmaya yetişmək üçün, tərəzi və ölçünü doğru düzgün etməyi, malların nöqsan və azlıqdan, əskiklikdən qorunması üçün, şərabı qadağan etməsi, alçaqlıq və çirkinlikdən uzaq olmaq üçün qərar vermişdir. Qəzifdən, yəni pak qadınlara böhtan atmaqdan, çəkinməyi, lənətdən uzaqlaşmaq üçün, oğurluq etməməyi, iffət və paklığı qazanmaq üçün, yetimlərin malını yeməməyi və onu götürməməyi, zülmdən uzaqlaşmaq üçün, zinanı qadağan etməsi, Allahın qəzəbindən qorunmaq üçün, hökmlərdəki ədaləti xalqın qəlbinin şad olması üçün, hökm verməkdə zülm etməməyi, haqdan qorxmamaq üçün qərar vermişdir. Şirki haram buyurub ona görə ki, bəndələr öz əməllərini Allah üçün xalis etsinlər. Onda ey insanlar, Allahın qarşısında günah etməkdən çəkinin və təqvanı layiqli şəkildə öz şüarınız edin və müsəlman olduğunuzu halda dünyadan köçün. Allahın göstərişindən üz döndərməyin. Allah Teala sizə əmr etdiyi və onlardan qadağan etdiyi işlərdən itaat edin. Allah Teala buyurur, həqiqətən Allahdan fəqət alimlər qorxar. Bəs Allaha həmd və tərif deyil. Bütün səma və yer əhli ona yaxınlaşmaq üçün bir vasitə axtarırlar. Biz xalq arasında ilahinin həmin vasitəsiyik. Biz Allah Rəsulunun əhl-i beytiyik, yəni ailəsiyik. Biz Allah dərgahına yaxın olan adamlarıq. Biz ilahinin qeybi höccəti, yəni dəlil sübut və peyğəmbərin varisiyik. Bu da anamız xanım Fatimə Zəhranın 1-ci xütbəsinin 3-cü hissəsinin sonu idi. İnşallah Allahın iznilə 4-cü hissəyə nəzər salaq. Burada deyilir ki, bilin, mən Fatiməyim. Ey cəmaat, bilin, mən Fatiməyim. Atam da Muhammeddir, sallallahu aleyhi və səlləm. Dediklərimin əvvəli ilə sonu birdir. Aralarında ziddiyyət yoxdur. Dediklərim hamısı həqiqətdir. Etdiklərim də heç bir səhv yoxdur. Bəs, diqqətlə və agah qəlbi ilə mənim sözlərimə qulaq asın. Həqiqətən, sizin özünüzdən sizə bir peyğəmbər göndərildi ki, əziyyətləriniz onun üçün çətindir. Sizin hidayət olunmağınızı çox istəyir. Möminlərə qarşı daha çox mehribandır. Tövbə surəsi ayə 129. Onun nəsəbini axtarsanız, sizin qadınlarınızın deyil, mənim atam olduğunu, sizin kişiləriniz qardaşı deyil, mənim əmim oğlumun qardaşı olduğunu görərsiniz. Bu necə də iftixarlı bir nəsəbdir. Bəli, o gəldi. Öz peyğəmbərliyini ən yaxşı biçimdə həyata keçirdi və insanları ilahi əzabdan çəkindirdi. Müşriklərin, yəni kafirlərin yolundan üz çevirdi. Onların başlarını əzdi, boğazlarını üzdü ki, şirkdən əl götürüb tövhid yolunu addım atsınlar. O insanları hikmət və gözəl, faydalı nəsihətlərə Allah yoluna dəvət etdi. Bütləri sındırıb təkəbbürlərinin başlarını əzdi və nəticədə onların birliyi darmadağın oldu. Zülmətlər çəkilib, sübh açıldı, həqiqətən aşkar oldu. Dinin nümayəndəsi danışmağa başladı. Şeytanların pıçıltıları isə kəsildi. Nifaq tacı yerə düşdü. Küfr və ixtilaf düyünləri bir-bir açıldı. Və siz tövhiddə, səmimiyyətdə, daha doğrusu siz tövhid, səmimiyyət kəlməsi olan Allahdan başqa tanrı yoxdur cümləsini
dilinə gətirdiniz. Bir halda ki, sayınız az və özü də kasıb bir dəstə idiniz. Bəli, siz həmin günlərdə cəhənnəm odunun lap yaxınlığındaydınız. Sayınız o qədər az idi ki, teşnə bir şəxs üçün bir qurtum su və ya ac adam üçün bir loxma çörək, ya da od arxasında olan adamın tapdığı kiçik bir şölə od kimi idiniz. Ayaqlar altında qalmışdınız. Həmin günlərdə içəcəyiniz üfunətli su, yeməyiniz isə ağacların yarpaqları idi. Zəlil, xar idiniz. Daim qorxduğunuz ki, güclü düşmənlər sizi çeynəyib udarlar. Amma Allah Teala Muhammedin, ona və əhl-i beytinə Allahın salamı olsun, bərəkəti ilə sizi həmin zillət və xarlıqdan, gücsüzlükdən xilas etdi. Ən şücaətlilərlə toqquşdu. Ərəbin canavarları, Yahudi və xristianların boyun əyməyən dəstləri ilə vuruşdu. Nə zaman İslam'a qarşı müharibə alovunu yandırırdılarsa, Allah həmin odu söndürürdü. Nə vaxt şeytanın boynuzu görünsəydi, yəni fitnə qalxsaydı, müşriklərin fitnələri ağızlarını açsaydısa, atam öz qardaşı Əlini, əleyhissalamı onların üzərinə göndərər və onun vasitəsilə başlarını əzərdi. Əli əleyhissalam bu xətərli əzəmiyyətdən, həmişə düşmənin başını əzdikdən, burunlarını yerə sürtdükdən sonra qayıdardı. O, Əli, Allah yolunda çətinlik və müşküllərlə, daha doğrusu o Əli Allah yolunda çətinlik və müşküllərə dözən bir şəxsiyyət idi. Əli əleyhissalam bu yolda həmişə mətin və möhkəm idi. O, Peyğəmbərə ən yaxın olan şəxs və Allah dostlarının ağası idi. Allah yolunda çalışır, hər bir əziyyətə və danlığa dözürdü. Siz isə o zaman sakit və rahat yaşayışda idiniz. Ləzzətli yemək yeyib, təmiz su içirdiniz. Bizlərə bəlanın yetişməsi gözləyirdiniz. Qızğın döyüş zamanı kənara çəkilir və ya döyüşdən qaçırdınız. Bu da anamız Xanım Fatimə Zəhranın 1-ci xütbəsinin 4-cü hissəsinin sonu idi. İnşallah 5-ci hissəsində buyurur, Peyğəmbərdən sonra qopan tufan. Allah Teala öz Rəsulü sallallahu aleyhi və səlləm üçün Peyğəmbərlər, yəni məkanını, cənnəti seçdikdən, seçilmişlərin mənzillərini ona məkan qərar verdikdən sonra daxili kinləriniz və münafiqlik əlamətləri sizdən aşkar olmağa başladı. Din pərdəsi kənara çəkildi. Yolunu azmışlar səslərini uzatmağa başladılar. Sizin cərgənizdən hərəkətə keçdilər. Şeytan gizləndiyi yerdən başını çıxartdı və sizi özünə tərəf dəvət etdi. Onun dəvətini qəbul etməyiniz, yalanlarına uymağınız üçün sizi hazırlaşdırdı. Sonra sizi yeriməyə dəvət etdi. Çünki yükünüzün çox az olduğunu, rahat yeriyə biləcəyinizi görürdü. O, qəlblərinizdə qəzəb və intiqam alovlarını alovlandırdı və sizdəki qəzəb əlamətləri izə çıxmağa başladı. Məhz bu səbəb oldu ki, özünüzün deyil, başqalarının dəvəsinə əlamət vurdunuz. Həcdə hər kəs öz dəvəsinə əlamət vururdu. Xanım da bunu xütbəsində bir misal kimi söyləmişdir. Su içmək üçün başqasının hovuzuna əyildiniz. Elə bir şeyin sorağında oldunuz ki, o sizin deyildi. Onda heç bir haqqınız yox idi və nəticədə xilafətçi qəsb etdiniz. Halbuki, Peyğəmbərin sallallahu aleyhi və səlləmə vəfatından hələ bir şey keçməmişdi. Yaralarımız böyük idi, ürəklərimiz hələ aram tapmamışdı, hətta hələ Peyğəmbər sallallahu aleyhi və səlləm torpağa dəfn olunmamışdı belə. Bəhanəniz bu idi ki, fitnəyə düşə bilərik. Bu düşündüyünüz isə ən böyük fitnədir. Cəhənnəm kafirləri əhatəyə almışdır. Tövbə surəsi ayə 49. Bu işlər ilahi rəhbərlik sizdən necə də uzaqdır. Siz nə edirsiniz? Hara gedirsiniz? Allahın kitabı olan Qur'an aranızdaykən, hər bir kəlməsi nur nişanələri aşkar, qadağaları və əmirləri aydınkən, siz onu arxanıza atırsınız, deyə Xanım Fatimə Zəhra buyurdu.
Sonra ondan üz çevirir və başqa şeyləri hökm çıxarmağa istəyirsiniz. Ax zalımlar, Quran üçün nə pis xələf seçdilər. Hər kəs İslamdan başqa bir ayini, dini seçərsə, bu ondan qəbul olunmayacaq və axirətdə ziyankarlardan olacaqdır. Əl-İmran surəsi ayə 85. Fitnə sakit olana qədər gözlədiniz. Sonra fitnəni şölələndirib hiləgər şeytanın nidasını qəbul etdiniz. Daha sonra dinin nurlarını söndürüb Peyğəmbərin sallallahu aleyhi və səlləmin qayda qanunlarına etina etmədiniz. Zahirdə dinin tərəfini saxlayır, batində isə öz xeyrinizə çalışırsınız. Əhl-i-Beyt və onun övladlarına qarşı hilə ilə rəftar edirsiniz. Biz sizin əziyyətlərin müqabilində bədən üzvləri böyük bir bıçaq ilə tikə-tikə doğranan və iti nizə bədəninə batırılmış bir adam kimi səbr edirik. Bu da 5-ci hissənin sonu. Xanım Fatimə Zəhra 1-ci xutbəsinin 6-cı hissəsində fədəkin qəsb olunması, qəsbkarların bəhanəsi və onlara verilən ifşa edici cavablar haqqında bəhs edəcək. Anamız buyurur, bəli, siz xilafət dəvəsini ixtiyarınıza götürdünüz. Hətta o qədər səbr etmədiniz ki, dəvə dayansın və yüyəni sizi təslim edilsin. Tez fitnə odunu alovlandırdınız. Kəsövlərin alışması üçün nə lazımsa etdiniz. Aldanan şeytanın çağırışına səs verdiniz və haqq ayinin, yəni dinin parıldayan nurlarını söndürməyə, Peyğəmbərin sallallahu aleyhi və səlləmin pak dininin qaydalarını dəyişməyə başladınız. Bütün bunları südün üzündəki köpüyü kanalaşdırma bəhanəsi ilə etdiniz. Amma gizlində südün hamısını dibinə qədər içdiniz. Zahirdə başqalarının daşını sinəyə vurdunuz. Amma batində öz işinizi gücləndirməklə məşğul idiniz. Peyğəmbərin sallallahu aleyhi və səlləmin ailəsini və övladlarını güçənişin, yəni ev dustağı etmək üçün tələ qurdunuz. Bizdə boğazına xəncər, ürəyinin başına nizə sancılmış şəxs kimi səbr etməkdən başqa çarə görmədik. Təəccüblüsü budur ki, Allahın bizim üçün irs hüququ təyin etmədiyini və buna görə də Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən bizə miras payı yetişmədiyini güman edirsiniz. Siz cahiliyyət dövrünün qaydaları ilə hökm edirsiniz. Yəqin, əhli üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir? Maidə surəsi ayə 50. Güya, bilmirsiniz? Sizə gün kimi aydındır ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin qızıyam. Ay müsəlmanlar, gərək mənim miras payım zor gücünə alınsın. Ey Əbu Quhafənin oğlu, yəni Əbu Bəkrə buyurur. Mənə cavab ver görüm. Sənin öz atandan irs payı çatması, amma mənə atamdan heç bir miras payı çatmaması Quranda mı yazılıb? Siz bilərəkdən Allahın kitabını tərk edib, onu arxanıza mı tullayırsınız? Allah Teala buyurur. Süleyman Davuda vərəsə oldu. Nəml surəsi ayə 16. Yahya ibn Zəkəryanın dastanında buyurur. Allahım, özün tərəfindən mənə bir canişin övlad ver ki, mənim və Yaqub ailəsinin varisi olsun. Məryəm surəsi ayə 5 və 6. Yenə də buyurur. Qohumlar Allahın kitabından irs, yəni varislik baxımından bir-birinə daha yaxındırlar. Ənfal surəsi ayə 75. Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula 2 qız hissəsi qədər pay düşür. Nisa surəsi ayə 11. Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə, yəni malın 1/3-dən çox olmamaq şərti ilə vəsiyyət edilsin. Bu müttəqilər, yəni günahdan çəkinənlər üzərində bir haqdır. Bəqərə surəsi ayə 180. Siz deyirsiniz ki, mənə atamdan heç nə çatmır, atıma vərəsə ola bilmərəm. Bizim aramızda məgər heç bir qohumluq münasibəti yoxdur. Allah Teala elə bir ayə nazil edibmi ki, sizə məxsus olsun və atamı orada istisna etsin və ya 2 ayrı-ayrı məzhəbin əqidə daşıyıcıları bir-birinə vərəsə ola bilməzlər deyə bəlkə məni də atamla eyni məzhəbin adamı hesab etmirsiniz. Bəlkə buna görə məni bəlkə buna görə məni onun varisi hesab etmirsiniz. Ya bəlkə Quranın
ümumi və xüsusi hökmlərini atam və əmim oğlundan daha yaxşı bildiyinizi düşünürsünüz. İndi ki, vəziyyət belədir, onun miras payımı yük daşımaq üçün hazır vəziyyətə gətirilmiş minik kimi götürür və ona min. Amma bil ki, səni qiyamət günü görəcək və haqqımızı tələb edəcəyik. Nə yaxşı ki, həmin gün hakim Allah, iddiaçı Muhammed sallallahu aleyhi və səlləm, hökm yeri qiyamətdir. Həmin gün batil yolda olanlar ziyan görəcək. Peşmançılığınıza sizə heç bir faydası olmayacaq. Hər bir xəbərin Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş, müəyyən bir vaxtı vardır və siz onu biləcəksiniz. Ənam surəsi ayə 67. Onda rüsva edici əzabın kimə gələcəyini və kimin əbədi əzabı düçar olacağını biləcəksiniz. Hud surəsi ayə 39. Sonra Həzrət Zəhra sələmullahi aleyha atasının qəbrinə baxıb ağladı. Bir neçə beyt şeirlə belə buyurdu: Atacan, sənin vəfatından sonra böyük və çox ağır hadisələr baş verdi ki, əgər sən onun şahidi olsaydın, bu müsibətlər bizim üçün böyük görsənməzdi. Biz çoxlu yağışı əldən vermiş torpaq kimi səni əldən verdik və sənin qövmin yollarını azdılar. Bəs onların şahidi o, qeybdə olma. Hər kəsin Allah yanında başqa qohumlara üstünlüyü vardır. O zaman ki, sən getdin, bizim və sənin aranda torpaq fasilə çaldı. Bir dəstə insan bizə qarşı, o zaman bir dəstə insan bizə qarşı kinlərini aşkar etdilər. İndi ki, sən bizim aramızdan getmisən, bütün torpaqlarımız qəsb olunur. Cəmaət bizimlə yaxşı rəftar etmir və biz xar olmuşuq. Tezliklə qiyamət günündə bizim ailəyə olan zülmün səbəbkarları başa düşəcəklər ki, hara qayıdacaqlar. Sən 14 gecəlik ay kimi idin. Sənin nurundan istifadə olunurdu. Allah tərəfindən sənə asimani kitablar nazil olurdu. Cəbrayıl ayələr gətirirdi. Bizimlə çox mehriban idi. Sənin getməyinlə bütün xeyirlərin qapıları bağlandı. Mənim bu qədər geniş olan şəhərim mənə darısqal gəlir. Sənin 2 nəvən Həsən və Hüseyn xar olmuşdur. Bu mənim üçün böyük bəladır. Kaş sən dünyadan getməmiş, ölüm bizim sorağımıza gəlirdi. Sən bizim yanımızdan gedən zaman biz böyük bir müsibətə düçar olduq. Elə bir müsibətə düçar olduq ki, ərəb və qeyri-ərəb belə bir müsibətə düçar olmamışdı. Nə qədər bu dünyada yaşayırıq və gözlərimiz yerindədir, səsin üçün həmişə ağlayacaq. O da 6-cı hissənin sonu. Və 1-ci xütbənin 7-ci hissəsi, sonuncu hissəsi barəsində danışım. Burada ənsardan kömək istəməsi haqqında buyurulur. Xanım Fatimə Zəhra sələmullahi aleyha üzünü ənsar dəstəsinə tutaraq dəmir bir mintiqlə sözünə davam etdi. Ayali cənablar, ay İslamın qüdrətli köməkçiləri, mənim müsəlman bir qadının haqqının pozulmasına göz yummağınız başa düşülən deyil. Mənə edilən zülm müqabilində bu nə qələtdir edirsiniz? Atam Rəsulullah sallallahu aleyhi və səlləm demir ki, hər kəsin hörmətini onun övladına göstərərlər. Nə tez vəziyyəti dəyişdirdiniz və sürətlə yolsuzluğa qələm qoydunuz. Nə tez vəziyyəti dəyişdirdiniz və sürətlə yolsuzluğa qələm qoydunuz. Halbuki, mənim haqqımın bərpa olunmasına imkanınız dediklərimi həyata keçirməniz üçün gücünüz var. Bəlkə düşünürsünüz ki, Muhammed sallallahu aleyhi və səlləm dünyadan köçdü və onun ölməyi ilə hər şey bitdi. Onun ailəsi də unudulmalı və ayini, yəni dini ayaqlar altına salınmalıdır. Bəli, onun vəfatı İslam dünyası üçün böyük müsibət və şiddətli zərbə, hər birimizin üzərinə qəm tozu püskürən ağır bir faciə oldu. Onun yeri hər gün daha aydın görsənir, yaratdığı qırıq daha dərinə işləyir, acıdığı
yaranın sahəsi gündən-günə daha da genişlənir. Onun yoxluğu ilə yerə qaranlıq çökdü, ulduzların nuru onun müsibətinə görə azaldı, ümidlər məyusluğa çevrildi. Dağlar yerində titrədi, insanların hörməti ayaqlar altına atıldı və onun ölümü ilə heç bir hörmət izzət qalmadı. And olsun Allaha, bu böyük bir hadisə və müsibət yeri doldurulmayacaq bir itki oldu. Amma unutmayın ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişibsə, bu təəccüblü deyil ki, Qur'anın məscid ki, daim sizin evlərinizdəndir. Səhər və axşam uca və ya asta səslə, müxtəlif səs ahəngləri ilə qulaqlarınıza oxunur. Əvvəlki peyğəmbərlər də ondan əvvəl bu həqiqətlə rastlaşmışdılar. Çünki ölüm Allahın dəyişmə hökmüdür. Bəli, Quran bunu açıq şəkildə bizə bildirmişdir. Muhammed sallallahu aleyhi və səlləm ancaq bir peyğəmbərdir. Ondan da əvvəl peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz geri mi dönəcəksiniz? Dininizdən dönəcək və ya dönüşdən qaçacaqsınız? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin, Allah şükür edənlərə mükafat verər. Əl-İmran surəsi, ayə 44. Ey Qilə övladları, yəni Qilə şəxsiyyətli və şərəfli bir qadının olmuşdur. Ənsar qəbiləsi onun nəslindəndir. Buyurur ki, ey Qilə övladları, hərəkətiniz çox təəccüblüdür. Sizin bu məsələni aşkarcasına gördüyünüz və eşitdiyiniz məclisləriniz və toplantılarınızda danışıldığı və xəbəri sizə yetişdiyi bir ortamda necə susqun oturursunuz? Mənim vərəsəlik haqqım necə ayaqlar altına atılsın? Kifayət qədər say, təchizat, silah sipərə sahib olmağınıza və dəvətimi eşitməyinizə baxmayaraq səsimə hay vermirsiniz. Fəryadım aranızda gümbultu kimi səslənir, amma harayıma çatmırsınız. Baxmayaraq ki, şücaət də dillər əzbəri, xeyr və islahda tanınan qövm qəbilələrin ən seçilmişlərisiniz. Ərəbin müşrikləri ilə vuruşdunuz, əzablara, möhnətlərə dözdünüz. Allah qarşısında təkəbbürlük göstərənlərin boyunlarını sındırdınız. Böyük cəngavərlərin ayaqlarını qırdınız. Siz daima bizimlə hərəkət edərdiniz. Bizim xəttimizdə idiniz. Göstərişlərimizə boyun qoyur, fərmanımıza itaat edərdiniz. Bunun nəticəsində İslamın dəyirmanı bizim ailəmizin başına fırlanırdı. Zəmanənin anasının döşündə süd artdı. Şirkin nərələri boğazında boğuldu. Yalanın şöləsi, küfrün odu söndü. Ayrılıq və pərakəndəliyə çağırış dayandı. Nəticədə dinin nizam-intizamı möhkəmləndi. Bütün bunlardan sonra Quran və Peyğəmbərin sallallahu aleyhi və səlləmin bəyanət və çağırışları niyə sərgərdan qalıb? Həqiqətlər aşkar olandan sonra onları niyə gizlədir? Öz peymanlarınızı sındırır. İmandan sonra küfrün yolunu tutursunuz. Ey möminlər! Məgər siz andlarını, əhdlərini pozan Peyğəmbəri öz yurdundan çıxarıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfə ilə yürüşməyəcəksiniz? Məgər onlardan qorxursunuz? Əgər həqiqi möminsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır. Tövbə surəsi, ayə 13. Görürəm ki, siz rahatlığa tərəf üz qoymuş, xoşbəxtlik axtarışındasınız. Müsəlmanların işlərini idarə etməyən ən layiq şəxsi kənarlaşdırdınız. Xəlvət bir güşəyə çəkilib can bəsləməyə başladınız. Məsuliyyətlərin yaratdığı çərçivələrdən məsuliyyətsizliyin geniş səhrasına üz qoydunuz. Qəlblərinizdə olan iman və agahlığı çölə atdınız. İçdiyiniz saf və təmiz suyu zorla qustunuz. Amma unutmayın ki, Allah Teala buyurur, əgər siz və bütün yer üzündə olanlar nankörlük etsələr,
Bununla Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki o heç nəyə möhtac deyildir. O bütün məxluqatı yaratdığına görə onsuz da öz özlüyündə hər cür tərifə və şükrə layiqdir. İbrahim surəsi ayə 8. Bilin və agah olun ki, nə demək lazım idisə dedim. Yaxşı bilirəm ki, haqqı kömək etməmək sizin ət və dərinizlə birlikdə cücərib, əhd sındırmaq qəlbinizi tamamilə əhatə etmişdir. Lakin ürəyim qəmlə dolu olduğu və böyük bir məsuliyyət hiss etdiyim üçün ürəyimin kədərindən bir hissəsini üzə çıxartdım. Sinəmdəki qəm qüssəni xaric etdim ki, hamıya höccətli, yəni dəlilimi tamamlayım və heç kim üçün üzürlü bir səbəb qalmasın. İndi ki, belə oldu, bu xilafətin yüyəni, bu da fədək hamısı sizin olsun. Ondan möhkəm yapışın və ayrılmayın. Amma bilin ki, bu elə bir minik deyil ki, siz yolunuzu onunla davam etdirə biləsiniz. Onun beli yara, ayaqlarının içi çapıq, üzərində rüsvayçılıq damğası var. Allah qəzəbi, əlaməti, əbədi rüsvayçılıq və isə onun yol yoldaşıdır. Sonda da ürəkdən qalxan ilahi qəzəbin oduna düşəcəkdir. Zalım olan şəxslər son qayıdacaqları yerin hara olacağını çox gözəl bilirlər. Şüara surəsi ayə 227. Mən sizi böyük əzabla qorxudan bir peyğəmbərin sallallahu aleyhi və səlləmin qızıyam və əlinizdən nə gəlirsə edin. Biz də etdiyimizi edəcəyik və düçar olacağınızı əzabı gözləyin. Biz də gözləyirik. Hud surəsi ayə 121-122. Bununla da 7 hissəli birinci xütbəmin sonu. İnşallah ikinci xütbəni də gələn videolarda bildirəcəm. Əssəlamu aleykum və rəhmətullahi və bərəkət. Haqqınızı halal edin inşallah.